Salam əziz dostlar. Bu günlərdə demək böyük hadisələr baş verir bütün dünyada. Yəni bunu şərh eləmək artıq faktiki 3-cü Dünya müharibəsi gedir və həmin bax bu gərgin dövrdə biz Azərbaycan daxilində diskussiyaların olması çox vacibdir. Refleksiyalar baş verməlidir. Biz dünyada öz yerimizi hal-hazırda axtarırıq. Yəni bizim müstəqilliyimizdən kifayət qədər bir dövr keçsə də 30 neçə 35 ilə yaxındır. Amma yenə də dəyişilən dünyada hər halda bütün dövlətlər, hətta fövqəl dövlətlər öz yeni identifikasiyasını, yeni yerini axtarmaqdadır. Bax belə bir böyük maraqlı diskussiyalardan, maraqlı bir belə refleksiya mərkəzlərindən biri son vaxtlar yaranmış Biz Klub barədə danışacağıq bu gün. Bizim qonağımız siyasi şərhçi Murad Sadəddinov müəllimdir. Xoş gördük Murad müəllim. Xoş gününüz olsun Elmin müəllim. Təşəkkür edirəm dəvətə görə və bir də təşəkkür edirəm bütün bizim tamaşaçılara ki, onlar bizim bu söhbətimizə izləyəcəklər, baxacaqlar, qulaq asacaqlar. Çox gözəl. Murad müəllim, siz son dövrlərdə yəni siyasi şərhlər verirsiniz, yəni siyasi analizlə məşğulsunuz, amma son dövrlərdə həm də belə bir klub yaratmaq təşəbbüsü ilə çıxış elədiniz və məncə alındı da. Bir neçə dəfə klubun yığıncağı oldu. Mən birində iştirak elədim. Digərlərini onlayn da belə izləmə imkanı oldu. Mən görürəm ki, bizim demək ictimai demək belə deyim də, mühitin önəmli simaları fərqli çevrələrdən, istər siyasi çevrələr olsun, istər incəsənət adamları var, yazarlar var, publisistlər, jurnalistlər, fərqli, yəni böyük çevrə böyükdür kifayət qədər və hər dəfə fərqli çox vacib mövzular qoyulur ortalığa. Bu ideya barədə istəyirdim siz biraz danışasınız, məlumat verəsiniz bizim dostlara. Bu ideya hardan doğdu, hardan ortaya gəldi sizin fikrincə? Təşəkkür edirəm Elmin müəllim ki, bizim bu son təşəbbüsümüzlə bağlı bu qədər diqqət ayırırsınız. Əlbəttə ki, bu bizim üçün çox vacibdir və sizin sualınızdan irəli gələrək ilk olaraq bizim klubun fəaliyyəti və onun yaranması təşəbbüsünün əsasları barədə mən əlbəttə ki, tamaşaçılarla bölüşmək istəyərdim. Bilirsiniz, son dövrlərdə bəlkə də fikir vermişsiniz, bizim cəmiyyətdə insanlar bir-birləri ilə münasibətləri çox zaman artıq internet vasitəsilə qururlar və həyatımızın böyük bir hissəsini biz internetdə keçiririk. Belə deyək, onlayn məlumatlar alırıq, onlayn əlaqələr qururuq. Çox zaman dostlarımızla onlayn vasitəsilə əlaqələr yaradıb, fikir bölüşdürürük, müxtəlif informasiyalar alıq və s. Və elə bir ki, insanlarda, özümdə də hiss elədim ki, bu adi insan əvvəllər olduğu kimi əlaqələrdə böyük bir ciddi problem var, çatışmamazlıq hiss olunur və belə bir təşəbbüslə çıxış elədim ki, gəlin belə bir klub yaradaq və o klubda tanınmış şəxslər, ictimai siyasi fəallar, siz düzgün qeyd ediniz, bir çox sahələr üzrə, həmçinin bu siyasi şərhçilər, yazıçılar, jurnalistlər, elm adamları, mədəniyyət adamları və s. Yəni maraqlı mövzularla çıxış eləmək imkanına malik olan şəxsləri belə bir klubda toplayaq və o kluba onlardan da əlavə adi insanları da dəvət edir. Elə bir ki, biz klubu iki hissəyə bölünmüşük. Tanınmış şəxsiyyətlər və bir adi insanlar, hansılar ki, bu sahələrlə maraqlanırlar. Və belə bir diskus yaradaq. Bu bizim özümüz üçün də, məsələn, şəxsən mənim özüm üçün də maraqlıdır. Ona görə ki, qeyd etdiyiniz kimi, çox zaman televiziyada müxtəlif siyasi proseslərlə bağlı olaraq şərhlər veririk və əlbəttə ki, biz məlumatlar alırıq, internet vasitəsilə insanlar suallar verirlər, rəylər bildirirlər. Amma internet yanaşması ilə üzbəüz oturub insanlardan geri informasiya almaq imkanları tam fərqlidir. Və biz bu mühiti yaradarkən həmin maraqlı mövzuları açırdıq. Çox zaman bəlkə də o qədər mətbuatda bu məsələlər çıxılanmayan mövzuları çalışırıq müzakirə mövzu eləyək
Və o cümlədən də bu adi insanların orada iştirak etməsi, onların sual verməsi, diskussiyalarda aktiv olmaları, bu da bizim üçün maraqlıdır. Yəni ki, biz cəmiyyətdə Əlbəttə. olan fikirlərlə də tanış oluruq və bu mövqedən çıxış edərək bunu açanda dəvət elədiyim dostlarımızı, bu tanınmış şəxsləri eləyəndən sonra məlum oldu ki, onlar da eyni fikirdələr. Onlar da hiss edirlər ki, o adi insani davranış artıq itirilib, əvvəl kimi yoxdur. Və hamı çox böyük məmnuniyyətlə mənim bu təşəbbüsümə qoşuldular. Və biz artıq bir neçə aydır ki, bu fəaliyyətlə məşğul oluruq. Müxtəlif mövzularla, Qarabağ mövzusu ilə bağlı biz ilk tədbirimizi keçirdik, bizim yazıçılarımızı dəvət elədik və yazıçılarımız öz əsərlərlə bölüşürdülər. Hətta bizim yeganə bizim yazıçımız var, hansı ki, özü hərbiçi olub, özü generaldır və özü döyüşlərdə gördüyü yəni hadisələri qələmə alıb. Belə bir maraqlı mövzular idi. İkinci mövzuda siz də iştirak elədiniz. Bizim ədəbiyyatla bağlı vaxtilə bizim tanınmış, mən deyərdim, bizim dahi bəstəkarımız Cavanşir Quliyevlə erməni məşhur kino rejissoru Sergey Parajanov vaxtilə çəkdiyi bu Aşıq Qərib filmi ilə bağlı belə Qarabağ müharibəsindən əvvəl olub və orada da çox maraqlı bir hadisələr var idi bu filmin ətrafında. Ona görə bu filmdən sonra həmin o Parajanov Ermənistanda xalq düşmanı elan eləmişdilər və s. Bu səfər isə biz mövzu kimi mən hesab edirəm ki, Azərbaycanın və nəinki Azərbaycanın, bütün bizim bu türk dövlətlərimizin taleyi üçün çox önəmli, çox vacib və talih yüklü bir məsələ olan bu Türk Dövlətlər Birliyi ilə bağlı müzakirələr apardıq və orada mən hesab edirəm ki, bugünkü günü də belə bir tarixi şans yaranıb bizdə. Tarixi bir pəncərə. Bugün bizdə imkan var. Biz bərpa eləməliyik. Bu sahədə olan bizim əlaqələrimizi gücləndirməliyik. Bilirsiniz ki, vaxtilə bizim o Türkistan var idi və s. Bunlara qarşı Rusiya imperiyası siyasətinin nəticəsində, sonra da ki, Bolşevik siyasətinin nəticəsində bizi böldülər, müxtəlif respublika, işğal edəndən sonra müxtəlif respublikalar yaratdılar, bizi ayırdılar. Amma əslində biz eyni köklü bir millətik, bizim eyni mədəniyyətimiz var, eyni tariximiz var. Və bu məsələləri əlbəttə ki, mətbuatda çox danışılır. Amma mən hesab elədim ki, belə bir məkanda da biz onu müzakirə edək, yeni bir bəlkə maraqlı bir bu ilə bağlı məlumatlar ortalığa çıxara bilərik. Və belə də oldu, biz qayıtdıq Əmir Teymurun tarixinə. Ona görə ki, Əmir Teymur Türk Dövlətlər Birliyinin belə baxaq, keçmişini götürsək, çox böyük bir, nəinki sərkərdə, bu aydın məsələdir, onun böyük sərkərdə olması və o dövr üçün hətta belə deyək ki, ən böyük sərkərdə idi. Həm də dövlət xadimi kimi, onun bir dövlət xadimi kimi apardığı fəaliyyəti, o dövlətçilik formasının qurulması və özündən sonra hazırladığı bu və bəxş elədiyi bizim türk xalqlarına olan o mirasdır. Bilirsiniz, çox maraqlı bir hadisələr var. Biz bundan danışmırıq. Məsəl üçün, mən çox xoşlayıram bir neçə nümunələr gətirim. Həm Əmir Teymurdan, həm də xüsusi olaraq mənim çox böyük hörmət elədiyim Əmir Teymurun nəvəsi Mirzə Uluqbəy barədə. Bilirsiniz, sizin də yadınıza gələr, bizim nəsil məktəbdə oxuyanda bizə hər zaman deyərdilər ki, yerin günəş ətrafında fırlanmağını ilk dəfə olaraq Galilei, Giordano Bruno açıb və onlara qarşı müxtəlif təzyiqlər olmuşdu və s. Amma əslində belə deyil. Onlardan 100 il əvvəl nəinki yerin günəşin ətrafında fırlanmağı, hətta yerin günəşin ətrafında fırlanmağın vaxtını 5 saniyə səhvlə müəyyən eləmişdi həmən o Mirzə Uluqbəy. Həm də sonradan alimlər yoxlayıblar, görürlər ki, o 5 saniyəlik fərq də ondan ibarətdir ki, o dövrdən bu dövrə qədər doğrudan da o vaxt özü dəyişilib. Yəni, hesab edin, gör, nə qədər gücdə alim olubsa və yaxud onun o zaman dünyada olan ulduzlarla bağlı 1061 ulduzun yerini əks etdirən bir atlas hazırlanmışdı və indiyənə qədər dünya astronomları o atlasdan istifadə edirlər. Və belə bir dövlət xadimlərimiz olub da. Məsələn, Mirzə Uluqbəy
günün bir yarısını böyük bir imperiyanı idarə edirdi günortaya qədər. Günortadan sonra gedirdi mədrəsədə tələbələri öyrədirdi. Və mənim üçün çox maraqlı bir, mən onu çox diqqət eləmişəm və bəlkə də bizim tariximiz üçün bu e, oxşar bir hadisə deyil. Mədrəsənin üstündə o zaman İslam dövləti idi də, bilirsiniz. O zaman yazılıb, hətta bu Buxarada görə bilərsiniz onu, ki elm öyrənmək hər bir kişinin və qadının müqəddəs borcudur. Baxın, görün, o insanlar o vaxtı necə müasir düşünürdülər, necə bu imperiyanı inkişaf elətdirmək üçün, bu dövlətçiliyi inkişaf elətdirmək üçün elmi olan diqqətləri. Təəssüflər olsun ki, bizim müsəlman aləmimiz müəyyən dövr bundan sonra elmi olan yanaşmanı, bu yanaşmanı itirdilər və bu sahədə Avropa ölkələri bizi ötdü. Amma halbuki o vaxtı onlar elmə yaradıcılıq vaxtı Avropada elmi işçiləri odda yandırırdılar. Bilirsiniz, bu sahədə mən öz fikirlərimi bölüşdüm, amma çox gözəl bizim orada spikerlərimiz var idi. Çox maraqlı fikirlər söyləyirlər. Atatürk'ün Əmir Teymur barədə fikirləri və yaxud Əmir Teymur ətrafında baş verən o qeyri-adi bir hadisələr. Bilirsiniz, belə bir məsələ də var. Mən indi düzdür, Əmir Teymurun qəbrinin açılması ilə bağlı. Bəlkə eşitmişsiniz onu. Əlbəttə, məşhur əhvalat. Bəli, amma tamaşaçılar eşitməyəsə o ilə də bölüşə bilərəm. 1941-ci ilin iyun ayının 20-sində Stalin göstəriş verir ki, bu qəbirlər açılsın və müxtəlif elmi işçilər araşdırmalar aparsın. Amma yerli cəmaət ağsaqqallar yaxınlaşır, o həmən qrupa deyir ki, bunu eləməyin, bu fəlakətlə qutara bilər. Heç kəs onlara qulaq atmır əlbəttə ki. Və bu qəbirləri açılandan sonra bir gün sonra Almaniya Sovet İttifaqına hücum eləyir də 22 iyunda və ən maraqlısı da o qəbirləri açan həmin alimlər qrupu qısa bir müddətdə hamısı həyatlarını müxtəlif səbəblərdən itirirlər. Kim avtoqazada, kim hansısa qısa bir müddətdə xəstələnir və s. Və bu söhbətlər gedib vaxtilə Stalin özünə də çatır. Müharibədə vəziyyət ağır idi. Stalin göstəriş verir ki, yaxşı aparın, bastırın olan hamısı. Bunun hamısında hardasa bu Stalingrad döyüşləri ərəfəsində eləyirlər bunu. Və məhz ondan sonra Sovet İttifaqı əks hücumları həyata keçirməyə başlayır. İndi ola bilər bu düzdür, ola bilər bu yalandır, ola bilər bu rəqəmlər uyğun gəlir. Amma maraqlı bir şey də deyim ki, məşhur Nostradamus yazılarında bu hadisə barəsində bu və digər formada qeyd eləmişdi ki, şərqdə olan bir hökmdarın məzarının açmağı ilə böyük bir qanlı fəlakətə, müharibəyə səbəb ola bilər. Yəni, belə bir şeylər var da, tarixdə yazılar var. Yox, o fakt barədə danışırlar ki, bu həqiqətən belədir. Nə mənada belədir? Adı yadımdan təəssüf ki, çıxdı. Moskvada bir demək, antropoloq həm də bu kəllə sümükləri ilə üz cizgilərini bərpa eləmək belə bir işlə məşğul idi. Təəssüf ki, o isim yadımdan çıxdı. İndi də həmin o texnologiya istifadə olunur. Keçmişdə yaşayan insanların üz cizgilərini bərpa eləmək üçün istifadə olunur və Əmir Teymurun da Sovet İttifaqının, yəni tarixində olan bir önəmli bir fiqur kimi. Hər halda Sovet İttifaqı tək Slavyan dövlətlərindən ibarət deyildi də. Əmir Teymurun da kəlləsinin bərpası üçün edilmişdi. Bu əslində həmin o qəbir də oradan da açılıb. Özdə məhz həmin dediyiniz tarixdə açılıb. Həqiqətən də olub. O qrupun üzvləri də yaxşı məlumdur. Bəli, tamamilə sizlə razıyam və bu günləri, məsələn, Əmir Teymurun şəkillərini görürsünüzsə, məhz o şəkillər həmən o araşdırmalar, beyin sümüyünün araşdırmaları nəticəsində onun üzünün alimlər şəklini formalaşdıra biliblər. Məsələn, biz Nizamidir, Füzulidir, onların şəkillərini görməmişik, bilmirik də indi. Biz şəkilləri görürük, amma o şəkillər reallığı əks etdirmir. Amma Əmir Teymurla bağlı o şəkillər elmi araşdırmalar, beyin sümüyünün araşdırmaları nəticəsində ortalığa gəlib. Bəli, mən sizinlə tamamilə razıyam bu sahədə. Müxtəlif məsələlər müzakirə edir. Çox maraqlı hadisələr var bu ətrafında və məsələn, o dövlətin qurmağı, dövlətə yanaşmağı, bilirsiniz də, Əmir Teymur xan deyirdi də, o Çingizxan nəslindən deyirdi.
və baxmayaraq ki, böyük bir imperiyanın rəhbəridir, ona hər zaman gəlib dedilər ki, bəs siz xan titulunu götürün və s. O heç vaxt bunu eləmirdi. Əlbəttə. Məhz o dövlətçilik prinsiplərini qoruyurdu. Və ona görə öz adına əmir götürmüşdü. Amma Çingizxanın nəvəsi ilə məsələn evlənmişdi. Yəni uyğunlaşdıra bilmişdi nəsli. Amma heç vaxt o məsəl üçün xan titulunu götürmədi. Baxmayaraq ki, bunun əlində böyük bir fövqal imkanlar var idi. Bunu eləyə də bilərdi. Amma o zamanda o həmin o dövlətçilik prinsiplərdən irəli gələrək belə dövlət prinsiplərinin pozulmasını imkan vermirdi. Yəni çox maraqlı insan idi, çox güclü insan idi. Dünya elm tarixində də yeniliklər elədi, indiyənəcən istifadə olunur. Məsələn, ilk sərkərdə idi ki, döyüşdən qabaq hər bir əsgərin döyüş sursatlarının tam hazırlı olması üçün yoxlama keçirməyi hər bir komandirin borcu kimi o tətbiq etmişdi. Məsələn, onun ordusunda ilk olaraq, ilk deyə bilməzdim, amma əsasən bütün əsgərlər maaş alırdılar. Maraqlı hadisələr çox idi və bizim tədbirdə həm tarixdə, həm də Özbəkistan səfirliyinin nümayəndələri də iştirak eləmişdilər. Nə maraqlı. Və inanırsınız, mən sizə deyim, elə təəssüratlarla onlar oradan getdilər. İndiyənə qədər də mənə yazırlar ki, siz deyir, nə boyda iş görmüşsünüz, nə qədər siz bizim tariximizə beləncə gözəl yanaşırsınız, belə çoxlu maraqlı məsələlər ortalığa çıxartmışsınız. Bilirsiniz, bu bizim ümumi tariximizdir və biz bunu qorumalıyıq. Təəssüflər olsun ki, Sovet dövrü bu tarixi başqa formada, Sovet siyasətinin, kommunist siyasətinin təbliğatı formatında istifadə edib bizə çatdırırdılar. Amma bu günləri bizdə artıq bu məhdudiyyət yoxdur. Ona görə biz hesab edirik ki, bunların hamısını araşdırmaq lazımdır, çatmaq lazımdır və bizim insanlarımız bununla tanış olsunlar. Bir də mən özüm Özbəkistanda olanda, məsələn, Əmir Teymurun muzeyində olanda orada gözəl çəkilişlərim var. Sonra Əmir Teymurun məzarında Səmərqənddə olmuşam. Orada gözəl Huri Əmir deyirlər ora. Mən də olmuşam orada. Bəli, Murad müəllim, bağışlayın, sözünüzü kəsmirəm. Bu çox vacib mövzudur əslində. Bəlkə bizim indi dinləyicilər də düşünər ki, mən Orta Asiyadan. Yox, bu ümumiləşdirici ümumi bir fiqurdur və Əmir Teymurun Azərbaycan tarixində də müstəsna bir belə maraqlı bir yeri var. Bütün hazırki çağdaş türk dövlətlərində. Bax, siz deyirsiniz, o Sovet zamanı əlbəttə ki, negativ fonda verilirdi. Amma məsələn, Azərbaycan kinematoqrafı bu obrazı belə ola bilsin biraz allegorik, belə bir formada, amma çox adil bir hökmdar kimi vermişdi. Nəsimi filmdə gözəl bir obraz yaradılmışdı, yadınızdadırsa Əmir Teymurun. Bəlkə kinematoqrafda onun ən möhtəşəm obrazlarından biridir bizim kinoda yaradılıb. Bəli, və mən sizə deyim ki, məhz o obrazlar kinoda yaradıldığına görə Azərbaycanda Əmir Teymura müəyyən bir ictimai fikir formalaşmışdı. Və o iki ictimai fikirlə irəli gələrək biz sözlərimizi deyəndə Özbəkistan nümayəndələri üçün maraqlı idi. Siz bəs bu, deyəm ki, vaxtilə belə bir filmlər çəkilmişdi. Əlincədə vuruşan hürufələrdir. Xeyr, hökmdar. Vuruşan cəmaat, amma aralarında müridlər də var. Neçə nəfərsiz Şirvanda? 2. Sənə özün ağırlığında qızıl verib tapşırdım ki, adam yığ, Kafər Fəzlullahı tutub təhvil ver. Qızılı gətirmişəm, hökmdar. Baxışda qolunu bu məmləkətin cəmaatı torpağı qızıldan üstündür. İnanmıram. Adamları etibarləmək olmur, hökmdar. Üzdə bir söz deyirlər xəlvət dairə. Baxırsan, oturun məsciddə namaz qılır. Yoxluyursun, etiqadı yoxdur. Buna inandım. Hüruflərin gücü nədədir? Gücləri elimdədir, hökmdar. Yaxşı yeyib içirlər, sağlam bədəndə deyirlər sağlam ruh olar. Məhəbbət deyirlər ali neymətdir. Ancaq ailə qurmaq istəmirlər, hərbin sonuna qədər. Amma Fəzlullahın özünün böyük ailəsi var. Eləmi? O hələ papaqçı olan vaxtlar evlənib, hökmdar. Papaqçı peyğəmbər. Nəsimi Səmərqanda ne üçün gedibmiş? Bilmirəm, hökmdar. Müridlərə göz qoymursan. Sonra? Vəliyyət Miranşah Şeyx Əzəmin qızını gətirib, vəliyyətin hərəkəti şeyxə yaman yer eləyib. Miranşah hakimdir. Əlinin üstündə əl yoxdur. Şeyxə çatdır. Azərbaycanda qiyam görürəm. Kafər Fəzlullahı aradan götürməyə kömək eləməsə, onun özünü Şamaxıdan götürüb ataram Qarabağa, mehtərlərə mallalıq eləsin. İbrahimə desinlər,
Əmir Teymur Şirvana hərflə gəlir. Əmir Teymura çox böyük hörmətimiz var və ondan da savayı bilirsiniz, çox maraqlı bir hadisə danışacağım. Əmir Teymur dəfələrlə Azərbaycan ərazisində olub və Beyləqan şəhərinin yaradılmasında, onun tikilməsində böyük rol olub və Beyləqanda hətta su kanalı da tikib. Maraqlıdır. Hı hı. İndi sizə bir məsələ də deyəcəm. Bu Özbəkistan qardaşlarımız bizə danışdılar. Bilirsiniz ki, bu günləri Azərbaycanla Özbəkistan arasında çox yüksək səviyyədə münasibətlər var. Bizim hər iki prezidentimiz bir-birlərinə qardaş deyirlər. Biz özümüz də bir-birlərinə, biz orada olanda, onlar burada olanda biz onları çox əziz, ən yaxın əzizimiz kimi qarşılayırıq, qəbul eləyirik. Və böyük iqtisadi sahədə də bizdə layihələr var ki, keçirilir. Həm Azərbaycan Özbəkistanda, həm Özbəkistan Azərbaycanda. Və Özbəkistan tərəfi bir ərazidə aqrar kompleks tikir və o ərazinin imişlini seçiblər. Sual yaranır ki, niyə imişlini seçmirsiniz? Bəs həmən o imişdə bizə yaxınlıqda su kanalı var və o su kanalı vaxtilə Əmir Teymur tikmişdi. Ona görə də biz həmən aqroparkı da orada yaradırıq. Bilirsiniz, bir məsələdə toxunum, o da yaxşı bir fikirdir, onu da demək lazım hər zaman. Biz Qarabağı azad eləyəndən sonra ən ağır məsələ biz üçün Qarabağın bərpası idi və ilk qardaş ölkəsi idi. Bu qardaş ölkəsi Özbəkistan'da bizə hədiyyə elədi. Füzulidə gözəl bir məktəb tikdi və onun adını həmən o məşhur alim Mirzə Uluq bəyin adını verdi. Gözəl. Bilirsiniz, çox məsələlər var ki, mən istəyirəm bu ilə bölüşüm, tamaşaçılar da maraqlı olacaq. Siz deyirsiniz ki, böyük şəxsiyyət olub. Əmir Teymur muzeyində olanda mən biraz orada araşdırmalar apara bildim. Prezident Heydər Əliyevin yazısını tapdım orada və orada çox gözəl qeydləri var. 1996-cı ildə o zaman da qeyd edir ki, Əmir Teymurun böyük dövlət xadimi olması, Türk xalqlarının böyük şəxsiyyəti olması və s. Və qısaca da qeyd edir ki, minnətdarlığımı bildirəm Özbək xalqına ki, bu dərəcədə möhtəşəm bir muzey tikmisiniz və onun tarixinə bu qədər diqqətlə yanaşırsınız. Bilirsiniz, bunlar hamısı vacib faktorlardır və ümumiyyətlə bu Türk Dövlətləri Birliyi deyəndə mənə çox xoşuma gəlir. Bizim prezidentin bir gözəl sözü var. Bizim bir ailəmiz var, o da bizim Türk Dövlətləri Birliyidir, bizim başqa ailəmiz yoxdur. Və bu prinsipdən irəli gələrək növbəti tədbirlərimizdə biz başqa Türk dövlətləri ilə bağlı da müzakirələr keçirdəcəyik. Düşünürəm ki, dünənlərin bizə gələn qonaqların hamısı ilə bir-bir mən danışdım. Hamısı çox böyük razılıqla tədbirimizi tərk elədilər, bildirdilər ki, çox gözəl, çox maraqlı idi. Hətta bir çox məsələlərlə bağlı bizim orada qrupumuz var, WhatsApp qrupu. WhatsApp qrupu ilə bağlı, Əmir Teymurla bağlı yazılar var, mənbələrin linklərini paylaşın və s. Bunlar hamısı vacibdir. İnsanlar da başlayır bunu oxumağa, yaxınları ilə bölüşür, gənclərə, yeni nəsillərə bunu çatdırır. Düşünürəm ki, hər birimizin borcumuzdur. İndi biz də bunu başarırıq, bunu həyata keçirdirik. Bu çox vacibdir. Murad müəllim, siz dediniz, bax, Özbəkistanlı dostlarımız gəlib müzakirəyə. Bu çox vacibdir ki, bu canlı bir ünsiyyət yaransın. Tək formal dövlət başçılarının deməyi ilə yox, insanlar arasında canlı ünsiyyətdir. Mən yadıma gəlir 88-ci il mənim qardaşım pianoçu Samir. O zaman əskərliyə getmişdi və Almatada düşmüşdü və o vaxt mən gənc adam idim, çox təəccüblənmişdim. Turkistanski okrug deyirdilər. Demək, dildə bu, belə deyək də, kanselaritdə, belə deyək, rəsmi dildə yalnız Orta Asiyaya gedirdi. Türkistan sözü yox idi. Türkistan sözü bizə Çar Rusiyasından qalmış, arxaik bir söz kimi gəldi. Amma hərbi dairələrdə yenə də konservativ olduğu üçün yazılırdı. Türkistan çevrəsi, dairəsi. Yəni, bu məkanın Türkistan olduğu əslində hamıya bəlli olmalıdır. Yəni, biz onu müxtəlif adlarla adlandırırıq da. Məsələn, indi Orta Asiya deyirdik Sovet vaxtı, sonra Mərkəzi Asiya deyirik. Bu daha doğru termindir. Amma əsl bu məkanın adı, bu böyük məkanın adı Türkistan olmalıdır. Tamamilə doğrudur və mən sizə əlavə edeyim ki, bu yaxınlarda Türkiyə tərəfi belə bir qərar çıxartdı. Rəsmi olaraq Türkiyə artıq o regionu Türkistan adlandırır. Rəsmi. Rəsmi adı belədir və Əmir Teymur məsəl üçün də indi onun özünün tikdiyi Səmərqənd şəhərində Əmir Quri Əmir deyilən məqbərəsi var. Orada böyük bir kompleksdir. Orada onun müəllimi də Sufi şeyxinin
Onun da qəbri var və ümumiyyətlə O oralarda olan özdə əhd eləmişdi ki, mən bastıranda onun ayağında bastırasın, onun hökmən, ayağında da əlbəttə, bastırılır. əlbəttə, əlbəttə. Özü vəsiyyət etmişdi buna. Amma hazırda Özbəkistan dövlətinin bu ərazisində yerləşsə də, bu insan, bu şəxsiyyət bütün Türkistana məxsusdur. O cümlədən Azərbaycana da. Yəni Tamamilə doğru. onun mirası həddən artıq çox böyükdür və indiki zaman üçün də çox böyük aktuallıq təşkil eləyir bax. Bu Zaman çox ağıllı adam olub. Bu hansı ərazilərdə olubsa, bütün alimlərdir, deməli, arxitektorlardır, müxtəlif sahələr üzrə aparıcı şəxslər hamısını gətirib Səmərqəndə yığırdı və Səmərqəndi doğrudan da paytaxt kimi gözəl, həm gözəl şəhərə çevirdi, həm də əlbəttə, böyük bir elmi mərkəzə çevirdi. Orada siz özünüz də görmüsünüz, nə gözəl mədrəsələr var. O mədrəsələrdə Şərqin o zaman üçün ən aparıcı şəxsiyyətləri dərs deyirdilər, yeni nəsilləri hazırlayırdılar və s. Çox progressiv insanlar olublar o dövr üçün uyğun əlbəttə, götürəndə. həm də logistik mərkəzə çevrildi. Bu Səmərqənd şəhəri o zaman demək olar ki, Türkistanın mərkəzi şəhərinə çevrildi. Ya bu bütün regionun əslində düzdür. Bu insan hərbi dahi idi. Bu insan çox məsələlərdə iştirak elədi. Xan Toxtamışın imperiyasının tamamilə süquta gətirdi. Osmanlı imperiyası demək olar ki, süqut elədi onun zamanında. O da bütün bu hadisələr baş verib əlbəttə. Amma istənilən halda bu cür mirasların, belə deyim də, Sovet zamanı üzərinə yığılmış tozun, həmin o, yəni arxaik bir belə formada göstərilməsini indi biz dəyişdirməliyik buna münasibəti. Və indi mən Bəli, dediyim kimi də biz dünyada öz yeni identikliyimizi axtarırıq. Tək biz deyil, yəni ölkə rəhbəri də bunu deyib ki, bizim ailəmiz türk xalqları ailəsidir Və və mən sizə deyim ki, Hı-hı. bizim dünən tədbirdə bizim tanınmış yazıçımız, publisist Teymur Atayev də iştirak edirdi. Teymur Hı-hı. Atayevin bir neçə əsərlər var. Biri də Fenomen Əmir Teymur adlandırılır bu kitab. Bu kitabı 3 il bundan əvvəl o sizə gətirmişdi. Mənə Və demişdi o Səmərqənd- barədə. Mənə demişdi, əlbəttə. Bəli. Və Teymur bəy. Səmərqənddə universitetdə onun təqdimatı olub. Daşkənddə Azərbaycan Mədəni Mərkəzində onun təqdimatı olub. Azərbaycan alimləri də bu sahədə öz işlərini görürlər, bu əlaqələri yaradırlar və orada da məsələn bizim o kitabları oxuyurlar, tanışırlar. Yəni hər birimiz düz deyilsiniz, dövlətlər arası münasibətlər başqa, amma cəmiyyətin mən düşünürəm ki, müxtəlif sahələri üzrə biz bu əlaqələri yaradıb, bu əlaqələr çərçivəsində hansısa bir faydalı iş gətiririksə, bizim cəmiyyətlərimiz üçün, bizim dostluğumuz üçün və mən yenə də qayıdıram öz fikrimə ki, bu günləri bizdə belə bir tarixi şans var ki, biz möhkəmlənək, birləşək. Bizim üçün hər şey, bütün imkanlar var. Bax, bir şey deyim sizə, məsələn, iqtisadi parametrlərdə. Dünyada uran bilirsiniz ki, çox stratejik bir məhsuldur. Dünyada olan uranın 46%-i qardaş Qazaxstanda yerləşir, 7%-i Özbəkistanda. Bunların ikisini toplayanda, yəni dünya ehtiyatlarının yarısından çoxu bizim iki qardaş Türk dövlətlərində yerləşir. Və bu günləri bütün qərb ölkələri çalışırlar bu resurslara yol tapdasınlar. Yol da bir dənə Azərbaycan. Yalnız Azərbaycan. Bəli. Və məsələn, Fransanın istehsal elektrik enerjisi 70% uran hesabınadır, atom elektrik stansiyaları olur. Və onlar əvvəllər bu uranı Rusiyadan və bəzi Afrika ölkələrindən alırlar. İndi Rusiyadan ala bilmirlər. Bəzi Afrika ölkələrində onlarda çətinlik var. Fransanın prezidenti səfər etmişdi. Türkistan deyək də, artıq o Mərkəzi Asiya demir. Türkistan ərazisinə, Qazaxstan prezidenti ilə görüşüb, Özbəkistan prezidenti ilə görüşüb. Biz görürük ki, Amerika Birləşmiş Ştatlarının prezidenti dəvət etmişdi bu qardaş ölkələri Vaşinqtonu bu yaxınlarda. Və orada müzakirə eləyərkən ilk olaraq Donald Trump'ın fikri ondan olub ki, mən əlimdən gələni eləyirəm ki, Cənubi Qafqazda sülh olsun və o Trump marşrutu yaransın və o marşrut vasitəsilə biz sizinlə əməkdaşlıq eləyəcəyik, biz sizə yol açırıq Türkistan dövlətləri üçün dünya bazarlarında. Yəni burada iqtisadi faktorlar, iqtisadi amillər bizim tarixi köklərimizə əlavə olaraq gözəl bir şanslar yaradır, gözəl bir
perspektivlər yaradır ki, biz də bu çərçivəsində öz Türk Dövlətlər Birliyimizi möhkəmləndirək və çox gözəl bir təkliflə cənab prezidentimiz də çıxış elədi bu yaxınlarda Türk Dövlətlər Birliyinin Qəbələdəki olan zirvə toplantısında ki, artıq vaxt gəlib çatıb, biz bir yerdə hərbi təlimlərimizi də keçirtməliyik və çox güman ki, gələcəkdə bir yerdə hərbi silahlı qüvvələrimizi də yaradacağıq və bu da bizim təhlükəsizliyimizi və vaxtilə o tarixi səhvi ki, biz buraxmışıq, bizdə böyük dövlətlər istifadə ediblər, bizi zəbt ediblər, buna imkan yaratmıyor. Bax, belə bir bizim qarşımızda durur və bu işləri də biz həyata keçirməliyik. Düşünürəm ki, çox faydalı tədbir oldu, çox maraqlı tədbir oldu və davam eləyəcək və inanıram ki, gələcək səfərimiz Bakıya gələndə yenə də siz də iştirak edəsiniz. Tamaşaçılar deyim ki, keçən səfər siz çox gözəl çıxış elədiniz, mənim çox yadımda qalıb və təşəkkür edirəm sizə də ki, aktiv iştirak edirsiniz və bu günlərdə bu mövzuya toxunursunuz. Bizim tamaşaçılarla bizim klubun mövzularını bölüşürük. Minnətdaram Murad müəllim. Sizə bu işinizdə uğurlar arzu edirəm. Biz klubun daha da genişlənməsini, mövzuların da daha, yəni onsuz da çox maraqlı mövzulardır. Mövzuların çevrəsinin də böyüməsini arzu edirəm ki, belə deyim də, cəmiyyətdə bu diskussiyalar daha fəallaşsın. Çünki indiki dövr elə bir dövrdür ki, biz yalnız gərək düşüncələrimizlə gələcəyi quraq. İlk deyir, İncildə bir söz var, ilk öncə söz olur. Gələcəyin modeli ilk öncə sözdə qurulur, sözlə. Biz fikirlərimizlə qurmalıyıq bu gələcəyin modellərini və indiki təlatümlü bir dünyanın təlatümlü vaxtında bu cür cəmiyyətimizin daxilindəki refleksiyalar çox-çox müstəsna vacibiyyət təşkil edir. Çox-çox sağ olun Murad müəllim. Bu işlərinizdə uğurlar. Və biz bu mövzunu əlbəttə davam elətdirəcəyik sizlə. Hökmən biz bunu diqqətdə saxlayacağıq. Çox-çox sağ olun. Gələn görüşlərə qədər. Hələlik. Təşəkkür edirəm Elmin müəllim sizə də və bizi dinləyən tamaşaçılara da çox sağ olun, dəyərli görün.